Salam əziz izləyicilər, mən Cavanşir Qasımzadə. Mən Əfə Əsgərova Qazancı. Hüquq xətti kanalımıza Xoş gəlmisiniz. Bugünkü mövzumuz qanunvericilikdə edilən dəyişikliklə bağlıdır, hansı ki prezidentin fərmanı ilə təsdiqlənmiş 2026-cı ilin yanvar ayında təsdiqlənib. Hansı qanundur? İnformasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanun. Çoxdan gözlənilən. Bəli. Dəyişiklik. Və dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Deməli, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin nümayişi, əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə bir təəssürat yaradan jestlərin edilməsi, insan bədəninin hisslərinin milli mənəvi dəyərlərə və əxlaq normalarına zidd formada göstərilməsi. Açıqda, yəni çılpaq, açıq-saçıq görüntülər. Və buna görə cərimələr və sanksiyalar müəyyən olunub. 500 min manat arası cərimə olunur birinci dəfədə, 30 sutka həbs gözlənilir şəxsi inzibati qaydada. 30 sutkaya qədər. Bəli. İkinci dəfə eyni əməl eləyəndə artıq cərimə qalxır 1000 manat 2000 manata qədər və 1 aydan 2 aya qədər inzibati qaydada həbs gözlənilir şəxs. Orada vəzifəli şəxslərdə daha çoxdur. 1500-2500 manat arası və hüquqi şəxslərdə belə artıq. Vəzifəli şəxslər yəqin ki, söyüş sevmirlər, amma ona şərait öz saytlarında filan şərait yaradırlar. Yəqin ki, deyəndə niyə var kifayət qədər. Ümumiyyətlə vəzifəli şəxs deyəndə ancaq bizdə yəni belə deyək göz önündə olan vəzifəli şəxslərdən söhbət getmir. Əlbəttə ki. Ümumiyyətlə vəzifəli şəxs anlayışı genişdir. Hər hansı bir şirkətin rəhbəri də vəzifəli şəxs sayılır. Qurumun hansısa şöbəsinin, hansısa idarəsinin rəisi də və ya vəzifəli şəxs sayılır və ya onun işçisi də vəzifəli şəxs sayıla bilər. Ona görə yəni onlar tərəfindən də belə bir paylaşımların edilməsi artıq bunun ümumiyyətlə məqsədi nədən ibarətdir? Keçən dəfə bu ilə bağlı bir xəbər saytına müsahibə verdim. Orada deyirəm ki, əvvəllər bu kiberməkan, sosial platformalar, şəbəkələr hüquqdan və qanundan azad zona kimi belə faktiki dəyərləndirilirdi. Çünki hansı ki real məkanda, real həyatda, ictimai həyatda elədiyimiz hərəkətlər və ya işlətdiyimiz ifadələr burada sanksiyalara, cəzalara, cərimələrə məruz qalırdısa, amma sosial şəbəkələr, sosial platformalarda bu olmurdu. Artıq kiberməkan da real məkan kimi dəyərləndirilir və dövlətin kiberməkan üzərində də nəzarəti, yəni ictimai asayiş və milli mənəviyyat üzrə nəzarəti artıq real məkandan keçir kiberməkana da əhatə edir. Yəni bununla ibarətdir. Əslində bu bir boşluq deyildi, amma daha da genişləndirildi və sərtləşdirildi. Çox yaxşı ki də çox yəni yerində qərar və dəyişiklikdir deyərdim. Daha çox mənim diqqətimi təbii bundan əvvəl də sosial şəbəkələrdə indi daha çox söyüş gördüyümüz sosial şəbəkə TikTokdur. Daha çox TikTokda TikTok sosial şəbəkəsində söyüş görürdük. Daha çox orada belə deyim, insan bədəninin nümayiş etdirilməsi. Daha çox orada görürdük bunları və söyüşə görə, təhqirə görə cərimələr nəzərdə tutulurdu, amma digər qeyd etdiyim milli mənəvi əxlaqa, zidd hərəkətlərə görə, davranışlara görə nəzərdə tutulmur. Cərimələr də o qədər sərt deyildi. Yəni indiki normalar qədər sərt deyildi və təhqir olunan şəxs də ona görə çox da məsələnin üzərinə düşmək istəmirdi ki, yəni gedeyim yazışmadır, şikayətdir və s. Artıq aktuallaşmağı çox yaxşı oldu. Mən fikirləşirəm ki, mənəvi dəyərlərimizə bir nömrəli ziyan verən məsələ elə bu şəxslərin etdikləri hərəkətlər idi. Hansı ki həm də artıq şikayət olmadan da dövlət nəzarət eləyir. Artıq kimsə şikayət eləmir. Dövlət orqanından hansısa qarşısına çıxdısa, artıq bunun barəsində. Və dərd burasındadır ki, pul qazanma yolları da odur. Kimlərsə də onlara ödəniş yollayır, izləmədən pul qazanırlar və adamların qazanc yeri mənəvi əxlaqi dəyərləri korlamaqdan asılıdır. Yəni bəlkə kiməsə elə gələcək ki, azadlığın da bir çərçivəsi olmalıdır. Dünyanın hər yerində, sadəcə bizə aid deyil və var deyə düşünürəm. Yəni biz bəzi xarici ölkələri deyirik ki, azadlıq, amma
İnanın ki, yəni insan özünün sərhədləri olmayan yerdə biz cəmiyyət olaraq bizi heyvandan fərqləndirən bizim mənəvi dəyərlərimizdir deyə düşünürəm. Bir nömrəli belə deyim, fərqimiz ondadır. Hansı ki olmazlarımız hər şəxsin, yəni bunu eləmərəm, bunu olmaz, bu ayıbdır, bu etikadan kənardır deyə. Artıq o qədər ifrat dərəcəyə gəlib çıxmışdı ki, bu belə qeyri-etik, biraz kiçik qalır o hərəkətlərin yanında, görüntülərin yanında. Həqiqətən artıq insan uşağın əlinə telefon verməyə qorxur. Çox özəndirici hərəkətlər, yəni belə necə deyim, çox böyük utanc verici görüntülər idi. Hansı ki mən pandemiya dövründə biraz bu iş yerləri falan dayandırıldı, məhkəmələrin fəaliyyəti məhdudlaşdırıldı müəyyən səbəblərdən. Biz bir müddət mən deyərdim ki, məktəb tətilindən sonra ilk dəfə bu qədər boş vaxtım olmuşdu. Onda bu sosial şəbəkələrə bir nəzər yetirməyə başlamışdım. Onda mən gördüm ki, bizdə cəmiyyətdə belə insanlar həddindən artıq həqiqətən çoxalmağa başlayır və bunun qabağını necəsə almaq lazımdır və ümid edirəm ki, bu yeni normalar, yeni dəyişikliklər və insanlar da buna duyarlı olmağa çalışıram. Yəni şikayət eləməkdən, etiraz eləməkdən də çəkinməsinlər. Həqiqətən, yəni biz təmizlənməliyik. Biz millət olaraq dəyərləri olan, gözəl gələcəyi və keçmişi olan, kökü olan millətik. Yəni bu məsələlər bizə yaraşmır. Azadlıq, müasirlik bu demək deyil. Bu bizim ümumiyyətlə bizim kökümüz və milli dəyərlərimiz, öz milli dəyərlərimiz var və bizi hansısa başqa ölkədən müqayisə eləmək olmaz. Hər millət öz milli xüsusiyyətlərinə görə dəyərləndirilməlidir və filan yerdə, filan ölkədə belədir, filan ölkədə belədir. Bu düzgün yanaşma deyil. Açığı mən bəzən indi mövzudan biraz kənar olacaq, amma psixoloqlarda mən o psixoloqların problemi deyil, Azərbaycandakı psixologiya elminin inkişafı ilə bağlı olan bir şeydir. Adətən psixoloqlar insana yanaşmasında müraciət elədiyi, oxuduğu, öyrəndiyi müəlliflər Kantdır, nə bilim, Hegeldir və ya digər hansı ki Avropadakı insanı bu adamlar araşdırıblar. Onların barəsində öz fikirlərini yazıblar və biz də açıb onu oxuyuruq. Sırf şərq ölkələrinin insanını araşdıran psixoloqlar çox azdır. Şərq ölkəsində də biz də tam şərq ölkəsi sayılmırıq. Şərqlə qərbin arasıyıq deyə bizim regionun, bizim insanı ayrıca araşdırmaq lazımdır. Qərbi araşdıranda şərqi araşdırmış kimi ümumiləşdirmə eləyir. Yəni ümumi yanaşmasını bildirir. Onlarla o yerdə səndən razıyam. Ümumi psixoloji nüanslar xaric, yəni insanın böyüdüyü mədəniyyət və digər tələblər, kriteriyalar, stereotiplər düzdür. Təbii ki, inkişaf çox gözəl bir şeydir. Amma dediyin kimi, yəni hətta bir qida, deyək ki, Amerikada ya da hansısa bir Latin Amerikasında bitən bir meyvə ola bilər ki, onlar çox xeyirli hesab edib onu gündəlik qida olaraq qəbul edirlər, amma bizdə ya da məsələn Yaponiyada və ya Çində o qidanı artıq allergik reaksiya verə bilər. Çünki biz elə böyüməmişik. Elqi davranışlar da Freud kişinin qadına, qadının kişiyə yanaşmasını araşdırır, amma bu gün psixoloqlar onu tətbiq edirlər bizim insanımıza, o prizmadan yanaşırlar, amma tamamilə ziddir. Azərbaycan insanına tamamilə zidd hərəkətlərdir. Yəni qətiyyən Freudun dediyi, araşdırdığı insan tipi ilə bizim insan tipimiz ayrıdır. Ona görə bu gün və həmin ölkələrin qanunları da həmin insanların psixologiyasına, həmin insanın sosial vəziyyətinə uyğun formalaşıb. Bizim qanunlarımız öz kültürümüzə, öz insanımızın psixologiyasına uyğun formalaşmalıdır. Bu da ona görə hesab edirəm ki, tam düzgün addımdır bu qərarın verilməsi, bu qanunda dəyişiklik tamamilə düzgün addımdır. Çünki başqa yol yoxdur. Bayaq yaxşı ifadədən istifadə elədin. Deyirsən ki, həmin insanlar milli mənəvi əxlaqı korlamaqdan pul qazanırlar. Bunun qarşısını necə salmaq lazım idi? İndi artıq inşallah bu qanundan buna da cəza təhdidi lazım idi. Yəqin ki, insan ona görə bir söz var, deyir, qorxusuz insan qudurmuş it kimidir. Həqiqətən ən təhlükəli insan qorxusuz, yəni mərd insan anlayışından söhbət getmir. Qorxusuz, yəni sərhədləri olmayan, heç nədən çəkinməyən, itirəcək bir şey olmayan bu formada olan insanlar mən hesab edirəm. Həm də əslində bəzi cinayət qanunvericiliyində olan normalara da toxunmaq olar burada. Məsələn, insan alverinə cəlb etməyə də təşviq
Və hətta iştirakçılıq deyərdim. Mən çox belə görüntülər görmüşəm ki, açıq-aşkar, yəni insan alveridir. Məbləğə qədər deyir ki, budur. Yəni əvvəllər bu şeylər gizlin olardı, artıq bunlar çox aşkar və həqiqətən də bəziləri bu məsələ bir neçə video çıxır, artıq biraz yaşdaşırlar, başlayırlar əxlaqi dəyərlərdən danışmağa ya da insanların o necə deyim, mərhəmətindən istifadə edərək o yollara necə düşüblər, onu başlayırlar aşılamağa insanlara. Artıq o yolda olan, çətinlikdə olan insan da deyir ki, zəif xarakterlidirsə, deməli mənim də haqqım var da yəqin ki, belə bir şey eləməyə, amma eləmirəm. Mən hesab edirəm ki, bu normalar yəqin ki, yaxın zamanda cinayət qanunvericiliyinə də şamil olunacaq. Cinayət qanunvericiliyində də dəyişiklik olunub, bu bənzər normalar orada salınacaq. Çünki bu gün bu qeyd etdiyim cərimələr və digər tədbirlər inzibati xəta xarakterli tədbirlərdir. Bunu şəxslər bunu təkrar eləyəndə, hansı ki fikirləşir ki, mən gedəcəm 2 ay içəridə oturacam, həbs olunacam, çıxacam, yenə eyni hərəkət eləyəcəm, yenə 2 ay oturacam, çıxacam, eyni hərəkət eləyəcəm. Bunun qarşısını almaq üçün yəqin ki, gələcək dövrdə cinayət qanunvericiliyində də müvafiq normalar olacaq ki. Əslində yenə də bunun daha ağırı hal-hazırda cinayət normalarında tövsif edilə biləsi hallar var, yəni cinayət normalarına uyğun olaraq. Məsələn, bayaq dediyim kimi. Ondan sonra narkotik vasitələrin təbliğatı aparılırdı. İndi son vaxtlarda biraz görürəm, mənə elə gəlir ki, biraz azaldılıb, amma adam o vəziyyətdə, o halda, o vəziyyətdə çıxır və onunla da fəxr edir ki, mən dünən falan şey istifadə elədim. Sadəcə bəzən musiqilərin içinə qoyurlar bunu. Musiqilərin içinə qoyurlar və hansısa sözün altında gizlədirlər. Bununla bağlı dediyim kimi şikayət yoxdur. Bununla bağlı lingvistik ekspertiza təyin olunmur, eləmir. Amma yəqin normalары daha belə deyim, təkmilləşdirilsə, artıq mənim tərəfimdən həmin hal aşkar olunduqda, hansısa musiqinin içinə narkotik vasitə ilə bağlı hər hansı bir mətn altı bir söz qoyulduqda, bir ifadə qoyulduqda, o zaman mən onu şikayət eləyə bilim. Bu getsin lingvistik ekspertizaya, dilçilik ekspertizasına və müəyyən olunsun ki, doğrudan bunun altında bu var, yoxsa yox. Ona uyğun cəza və ya cərimə tətbiq olunsun. Yəqin ki, mən hesab edirəm ki, cinayət qanunvericiliyində də, elə inzibati xətalar məcəlləsində də bu formada bir dəyişiklik lazımdır. Bir də bir məsələ var. Biz məsələn bəzi şeyləri görürük. Öz uşağının yanında belə danışan bloger deməyəcəm. Bloger demirəm də mən indi onlara. Belə danışan qadınlar var. Deyirik ki, Almaniyada olsaydı, Avropada olsaydı bu uşağı bunun əlindən alardıq. Bizim normallarda da qayyumluq orqanlarının öz təşəbbüsü ilə belə yollara belə deyək, belə necə deyim, tədbirlər görmək ixtiyarı var. Yəni şikayətlər artsa ya necəsə bu formada da biraz daha ciddiləşmə olsa, fikirləşirəm ki, ümumiyyətlə bu uşaqların da hüquqları pozulur. Yəni körpə uşaqdır, elə ananın, elə atanın yanında böyüyür. Təbii ki, onun da taleyi eyni şey olacaq. Ona görə ki, əziz vətəndaşlar, vətəndaşlıq olmayan şəxslər və əcnəbilər Azərbaycan Respublikasında sosial şəbəkələrdə işlətdiyiniz ifadələrə, etdiyiniz hərəkətlərə bundan sonra daha diqqət edin və eləcə də cəmiyyətdə. Bəli, cəmiyyətdə və həm milli mənəviyyatımıza zərər vurmamağınıza görə diqqət eləyin. Əgər bu sizin vecinizdə deyilsə, onda sizin barənizdə tətbiq olunacaq cəzalara, cərimələrə və digər tədbirləri nəzərə alaraq diqqət etməyə çalışın. Bəli. Mən də Cavanşirin sözlərinə qoşuluram. Əziz izləyicilər, bizi izləməyə davam eləyin. Videolarımızı paylaşaraq bizə dəstək ola bilərsiniz. Görüşənədək.